Göyçay rayonunun 2-ci Ərəb-Cəbirli kəndində Vətən müharibəsi şəhidi Qaçayev İntizam Əkbəroğlunun anım mərasimi keçirilib. Şəhidin doğum günü ərəfəsində təşkil olunan tədbirdə rayon rəsmiləri, din xadimləri, şəhid ailələri, məktəblər və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasim iştirakçıları əvvəlcə şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun ruhuna dualar oxuyub, 1 dəqiqəlik sükutla yad ediblər. Olunması uğrunda, suverenliğimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla 1 dəqiqəlik sükutla yad edirik. Ruhlar şad olsun. Şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb. Məktəblilər vətənpərvərlik mövzusunda şeir səsləndiriblər. 24 yaşı bu il tamam olur. Bu deməkdir ki, yəni 5 il bundan qabaq onun cəmi 19 yaş olub. 19 yaşın içində olub, belə deyir ki, 19 da tamam olmayıb. Yəni uşaqlıqla amma qanunla borcun belə deyil. Bizim övladlara yanaşı qazilərimiz bu dövlətin ayaqda qalmasında böyük xidmət göstərdilər. Heç kimin göstərə bilmədiyi xidmətləri eləyiblər. Xüsusən də şəhidlərimiz canlarından, qanlarından keçiblər. Bu dövlətin ayaqda qalmasında öz cavan canları sipər ediblər. Bizim də bir vətəndaş kimi, bir valideyn kimi bunları digərlərini tanıtmaq, təbliğatını aparmaq, xüsusən də nizam da demişəm, bizim boynumuza düşür. Bəzən bu işdə biz çox passivik. Niyə? Utanırıq öz övladımız haqqında kiminsə yanında danışmağa, onun qəhrəmanlıqları haqqında, həyatından danışanda biraz çəkinir ki, kimsə öz övladını təbliğ edir. Bugün sosial şəbəkələrdə də, televiziyalarda da biz görürük ki, bir zümrə var, ancaq onlar haqqında danışırlar. Bir neçə şəhid var, ancaq onlar haqqında danışırlar. Bir neçə qazi var, ancaq onlar haqqında danışırlar. Amma kölgədə qalan o qədər qəhrəman bizim şəhidlərimiz var ki, bizim kölgədə qalan o qədər qəhrəmanlıq göstərmiş qazilərimiz var ki, yarımcan gəliblər. Evdə yatıblar, heç onlardan xəbər bilən yoxdur ki, harada döyüşüb, nə cür döyüşüb. Ona görə də mənim hörmətli Göyçayımızın yeni başçısı ilə qısa görüşüm oldu. Yəni bu haqda məlumat alanda xahiş edirəm, hər kəs orada iştirak eləsin. O da bizim övladımız yaşdadır. Yəni onun bizlə əlaqədə olmağı bizim özümüzə və dövlətimizə 100% arxayın olun, məmnuniyyətlə görüşməyə elə mən özüm. Bu günlərim qəhrəman şəhidimizin mövzudu qeyd olunur. Hərdən düzdür, deyirik ki, şəhidlərin doğum tarixi var, ölüm tarixi yoxdur. Bəlkə də ona görə deyirik ki, biz hər il şəhidin məzarı önündə toplaşaraq onun ad gününü qeyd edirik. Götürəndə intizamın 19 yaşı var idi. Amma intizam elə bir qəhrəmanlıq göstərdi ki, elə bir döyüşdə şücaət göstərdi ki, inan cəmilər ki, ən azından bir tarixə düşür. Amma təəssüf ki, buna nail olan da olur, olmayan da olur. Və kişinin, Şəfəq ananın çəkdiyi o ağır acını ən azından mən də onlarla çəkmişəm. Çünki o bala həsrə çox ağırdır. Bura toplaşan şəhidlə baxmayaraq, bu da deməkdir ki, nə xalqımız, nə millətimiz, nə dövlətimiz heç vaxt qəhrəman şəhidlərimizi unutmayacaqlar. Çünki bu günlərim biz burada yaşayırıqsa, bu torpağın üzərində gəziriksə, onu biz şəhidlərimizə borcluyuq. Keçən səfər statistikanın müdürü onu kimi düşünsə, həqiqətən nə gözəl olar bu həyat ki, biz şəhidlərimizə borcluyuq. Biz müharibə iştirakçılarımıza, müharibə əllərimizə borcluyuq. Bugünkü gündə burada istəyirəm ki, bu 5 il müddəti çox sağ olun. Arasında saatlarla, günlərlə danışsaq bizim ürəyimizdə sözlər tükənməzdir. Qısaca qeyd edeyim ki, onlar öz qanları ilə, canları ilə vətəni müqəddəsləşdirdilər. Bizə qürur dolu günlər yaşatdılar. Allah onlara rəhmət eləsin. Allah onların valideynlərinə səbir versin, can sağlığı versin. Bizim borcumuz onların bugün qazandığı dəyərləri qoruyub saxlamaq, onların xatirəsini həmişə yaşatmaq. İnşallah ki, borcumuzu da ödəniş günümüzə qədər
yerinə yetirəcəyik. Allah intisam qardaşımıza, Ayaz qardaşımıza, Xəyal qardaşımıza və onların timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə can sağlığı versin. Qazilərimizə şəfa, müharibə veteranlarımıza can sağlığı versin. Biz də yəni, əlimizdən gələn qədər sizlərin həmişə yanınızdayıq. Mən öz bələdiyyəmizin adından, təmsil etdiyimiz 5 kəndin vətəndaşların adından deyirəm. Bunu heç çəkinmədən də deyirəm. Həmişə sizin yanınızdayıq. Həmişə sizə dəstəyik. Nə sözdə olsa bizim qapımız həmişə sizin üzrə açıq. Nə vaxt lazım. Çox sağ olun. Bugün görüşmüşük. Demek ki ad gününden, doğum gününden. Allah bu aileye sabır versin. Ekber'e, onun ailesine sabır versin. Ne bileyim, Ekber hakikaten be Hüseyin Məlim dediği gibi çok çetin geçirdi. Biz hamımız çetin geçirdik bu periyodu, bu gençliği. Ama Ekber doğrudan da çetin geçirdi. Demek olar ki yatmır. Tüm geceni, neyse çetindi onun için, çok çetindi. Hamı için çetindi. Arzu eləyək ki, o da psixoloji vəziyyətdən çıxsın. Çıxsın, onun bir balası var, o birisi balası var, onun oyun görsün. Şeysi, belə də çox özünə qapanmaq olmaz. Bu uşaqlar vətən yolunda gediblər, igidlik eləyiblər, bunlar qaçmayıblar, qorxmayıblar, gediblər döyüşə. Mən bugün bir haşiyə çıxmaq istəyirəm. Bu 44 günlük müharibədə bəzi nədir, müharibə olması bir daha qan tökülməsin. Bu Hüseyin Məlim demişkən bir də şəhid qəbirləri qazılmasın. Çox çətindir dözmək bu müharibədə, bu heç göstərməsin. Sağ olun. Allah sabır versin Əkbərin də, onun da ailəsi. İlk öncə hər kəsi salamlayıram. Mövlüdü mübarək olsun insan qardaşımızın. Cənnətdəki illətimizi müzəffər eləsin. Allah şəhidlərimizin məqamlarını uzay eləsin. Peyğəmbər Əfəndimizə qonşu eləsin. Şəhadətlərini qəbul eləsin. Şəfaətlərinə bizlər nail eləsin inşallah. Peyğəmbər Əfəndimizə qonşu eləsin. Bizlərə şəhidlərimizə qonşu eləsin inşallah. Allah qalan ömrümüzü inşallah şəhidlər üçün qurmağa nəsib eləsin, yaşamağa nəsib eləsin. Bütün şəhid ailələrə, şəhid sevənlərə Allah hidayət versin, səbr cəmil ihsan eləsin inşallah. Allah rəhmət eləsin, Allah səbirlər versin hər birimizə inşallah. Sağ olun. En çok öyle hakkı olan da bizleriz. En çok hakkı olan sizlersiniz, şehit analar. Çünkü bu evlatları dünyaya getiren, onları böyüdenlerde en karşıda sizler olmalısınız. Bugün az istedim, yani bu məlumat alanda karşılığıyla valideynleri, yani bir yer, Allah səbir versin. Ama çok sağ olun uşaqlar ki, bu soruğa bakmayalım. Pazar gündür gelmişsiniz bura, hazırlaşmışsınız. Buyurun şehirlerimiz. Şəhidlər ölür, yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir, yaralı idi Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmayır qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Vətənə canını qurban deyərək ölümsüzlük yolunu seçdi şəhidlər. Torpağı düşmədən azad edərək ömürlük tarixə keçdi şəhidlər. Atda basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəlin, o dağlarda, o daşlarda qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balanı. Güllə deymiş şəhidimin evdə körpə balası var. Bu vətən, bu torpaq mənimdir deyib, üstünə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənim düşməsin dara, baxmayıb soyuğa, borana qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, dastana, şeirə sığmayan, ən ali, müqəddəs sözdür şəhidlər. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, nə gözüm yaşlıdır. Mən şəhidimə lay lay dedim, ağladım.
Qurban olum sizdə olan qeyrətə, öz canına qurban verər millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Torpağıma canım deyən görmədim. Göz qırpımından candan keçən görmədim. Bu gün sizi vətən bilib ağladım. Üzün, yollara düzüldü o iki gözün. Sinemi dağladı səssizcə sözün. Dünyası dağılan şəhid atası. Canından can qoparan bu ağır dərd nədir? Övlad dağı dünya qədərdir. Atalar hamısı bilir bu dərdi. Dünyası dağılan şəhid anası. Ananı susturar göz yaşı yenə. Səni isə susturmaz dünyada heç nə. Çəkilib səssizə, sən ağlama. Dünyası məhv olan şəhid atası. Dünyası məhv olan şəhid atası. Sən bir ümid idin sevənlərinə. Getdin daşa dəydi bütün ümidlər. Xoşbəxtlik asılıb xəyalda qaldı. Sənsizlik acısın yaşayan bilər. Məsum körpəliyin izi itmədən bir məzar daşına həcc oldu rəsmin. Hopub quvadlının köksündə qaldı. Qəhrəman intizam o son nəfəsin. Dilə gətirdiyin arzuna çatdın. Şəhid tək qayıtdın Göyçay yurduna. Elə sənin kimi igid oğullar qələbə yaşatdı məğrur orduma. Sənin ata evin daha nəm qoxur. Qurumur ananın gözünün yaşı. Bir oğul dərdini çəkən atanın qarlı dağa dönüb elə bil başı. Qardaş həsrəti ilə yanan bacının qürbətə çevrilib ata ocağı. Səni dayaq bilən tək qardaşının təməldən laxlayıb qardaş dayağı. Əymə qamətini, əymə başını. Şəhidlər ölməzdir şəhid anası. Yumma göz yaşınla məzar daşın. Şəhidlər ölməzdir şəhid anası. Ucaltdı bayrağı Qarabağında. Qorunun daşın dağında. Qoymadı torpağı Yahtaq dağında. Şəhidlər ölməzdir şəhid anası. Ər kimi deyərək sözünü getdi. Bürüb bayrağa özünü getdi. Çevirib cənnətə özünü getdi. Şəhidlər ölməzdir şəhid anası. Çox şükür azaddır vətənim yurdum. Var olsun yaşasın yerində zordum. Şəhidlər önündə fəxrlə durduq. Şəhidlər ölməzdir şəhid anası. Bizim borcumuzdur anıb yad etmək. Bununla onların ruhunu şad etmək. Düşmənə yaraşır məhv olub getmək. Şəhidlər ölməzdir şəhid anası. Bizdən can alanın yanacaq canı. Kimsə bölə bilməz Azərbaycanı. Şəhidlər ölməzdir şəhid anası. Bu can verəndə bizləri. Kim bağladı bizə baxan gözləri? Can verəndə gördün hansı üzləri? Məzlum gedişinə qurban oldu. Ahu gözüm, son anında nə dedim? Sən gedəli, kədər məni həbs edir. İstəyirəm şirin zaman qəsd edir. Nakam həyatına qurban oldum. Dadı qaçıb sənsiz olan həyatım. Daş üstünə həkk olunandan adım. Cismi yerdə, ruhu əşdə olanım. O solan gününə qurban oldum. Neçə arzun qaldı yarım, neçə diləkləşdi, heç artmayan yaşın kimi, şəklin daş üstə dilləşdi. Sənsiz qaldı anam, atam, nakam köçdüm bu dünyadan. Hər kəs səni anır bu gün, yad eyləyir ey qəhrəman. Sən şəhidsən, müqəddəssən, toxunulmaz bir yerdəsən. Qürur duyur atan sənlə, ana vətən, ana torpaq. Hər şeyi zamanla eyləyən izah. Ey bizi yaradan, ey gözəl Allah. Günlərin birində nurlu bir sabah. Şəhidlər dünyaya bir daha gəlsin. İşıq ver anada ağlayan gözə. Gülüş ver atada gülməyən üzə. Yoxdan var yaradan, yarat möcüzə. Şəhidlər dünyaya bir daha gəlsin.
Hatırladaq ki 14 dekabr 2001-ci ildə Göyçayda anadan olan İntizam Qaçayev 2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Manqa komandiri kimi xidmət edən Qaçayev 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində qəhrəmancasına döyüşüb. O 22 oktyabr 2020-ci ildə Qubadlı istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsini ucalıb. Şəhid Göyçay rayonu Ərəb Cəbirli kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra İntizam Qaçayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cəbrayılın azad olunmasına və Qubadlının azad olunmasına görə cəsur döyüşçü və vətən uğrunda medalları ilə təltif olunub. Onun adı kənd küçələrindən birinə verilib və ailəsi tərəfindən abidə ucaldılıb. Mərasimin sonunda şəhid ailələri və ziyarətçilər şəhidin məzarı önünə gül dəstələri qoyaraq xatirə şəkilləri çəkdiriblər. Şəhidin ailəsi daha sonra qonaqları ehsan süfrəsinə dəvət edib. Vətən uğrunda şəhid olan qəhrəmanımızın əziz xatirəsini bir daha ehtiramla yad edir, ailəsinə və yaxınlarına səbir diləyirik. İsmail Özəkə Həmidov Bəhlul Göyçaylı, Göyçay Ərəb Cəbirli.